Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla yumşaq süd çörəyi hazırlayacağım. Əvvəlcə qabın içərisinə 1 stəkan şəkər əlavə edirəm. 1 yemək qaşığı maya, 2 dolu stəkan da ilıq süd əlavə edib qarışdırıram. Maya aktivləşdikdə üzərinə 1 paket vanil, əvvəlcədən qəhvədən maşında üyütdüyüm keşniş toxumu və 1 yemək qaşığı da hil əlavə edirəm. Çay qaşığının ucunda duz, təxminən 1 dolu olmayan çay qaşığı da sarı kök əlavə etdikdən sonra üzərinə 150 qram duruldulmuş kərə yağı, 2 ədəd də otaq temperaturunda olan yumurtanı əlavə edirəm. Əvvəlcədən ələdiyim unu da az-az əlavə edib əlimlə xəmir yoğururam. Bu xəmirə təqribən 950 qram 1 kiloyacan un gedir. Hazır xəmir bu cür olmalıdır. Ələ yapışmayan yumşaq xəmir alınmalıdır. Üzərin streçlə, çay dəsmalı ilə örtüb isti bir yerə qoyuram ki, acısın. Dəsmalla örtdükdən sonra qabı bir dəfə də salafanın içərisinə keçirdikdə, bu cür saxladıqda daha tez acıyır. Artıq xəmir acıyıbdır. Üzərini açıram. Havasını əlimlə çıxardıram. Xəmiri 2 yerə bölürəm. İstəsəniz 3-4 yerə də bölüb bişirə bilərsiniz. Qab böyük olduğundan 2 yerə bölüb bir dəfəyə bişirəcəm. Bu cür əlimlə yaydıqdan sonra bir yerə toplayıb yenidən yumru kündə hazırlayıram. Digərini də eyni qaydada hazırlayıram. Listlərin içərisinə əvvəlcədən duru yağ çəkmişəm. Hazır kündələri listə yerləşdirdikdən sonra 2-3 dəqiqə gözləyib əlimlə kənarlara doğru yayıram. Hər iki kündəni yayıb böyütdükdən sonra üzərinə salafan çay dəsmalı örtüb təqribən 20 dəqiqə yarım saat saxlayıram ki, acısın. Acımış xəmirin üzərini açıram. Xəmir nə qədər çox acısa, onda süd çörəyi daha yaxşı alınır. 1 ədəd yumurta sarısına 1 çay qaşığı süd, 2 qaşıq da duru yağ əlavə edib qarışdırmışam. Kündənin üzərinə çəkdikdən sonra çəngəllə üzərində cızıqlar atıram. Bir neçə yerdən deşləkləyirəm. Sonda üzərinə əvvəlcədən doğradığım xırdalanmış qoz əlavə edirəm. İstəsəniz ağ küncüt də səpə bilərsiniz. Əlimlə azacıq basdıqdan sonra 200 dərəcəlik sobada üzəri qızaranacan bişirirəm. Artıq süd çörəyi hazırdır. Soyuduqdan sonra bu cür doğrayıb süfrəyə verə bilərsiniz. Görürsünüz, çox gözəl görünüşü var. Həqiqətən də yumşaq, ləzzətli, neçə gün qalırsa qalsın, boyatlanmayan süd çörəyi alındı. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.